Əleyhissalam öz səhabəsini, əziz səhabəsi Malik Əşdəri tərif eləyəndə belə deyir. Malik bir yerdə olsa, bir məsələ ilə qarşılaşsa ki, ağlı ilə qərar verəcək, oturub düşünüb bir nəticəyə gələr ki, mən yanında olsaydım eyni sözü deyərdim. Malik buna görə Malikdir. Malikin ağlı belə içi işləyir. Peyğəmbər Qədirxumda bunlardan da danışdı, bunlar barəsində danışdı. Dedi ki, ey cəmaat, məndən sonraki rəhbərlər və onlara tabi olanlar cəhənnəmin ən dərin qatlarında olacaqlar və nə pis yerdir ora təkəbbürlülər üçün. Ondan sonra buyurdu ki, mən sizi agah edirəm ki, onlar səhifə əshabıdır, əshab-ı səhifədir, səhifə əshabıdır və dedi ki, onlar buradadırlar. Onlar buradadırlar, göstərə də bilərəm sizə. Bir nəfər yenə də deməli ki, ya Rasulullah, nədən söhbət gedir, kimdən söhbət gedir? Peyğəmbər görür ki, bir qruplaşma formalaşıb və bilir ki, indidən bilir ki, bunlar nə edəcəklər, hansı addımlar atacaqlar. Cəmaatı da agah edir ki, arxain olmayın, siyasi hilə var, plan var, bu plan icra olunacaq. Quran ayələri var bu barədə ki, Əhl-i Beytdən gələn hədislər bizə dəlalət edir ki, mən bu başınızı çox ağrıdacam da bağışlayın. Nəsə arada şey olsa, amma istəyirəm tamamlayın bəhs. Quran ayələri var ki, Əhl-i Beytdən hədislər var ki, bu ayələr məhz bunlar haqqındadır. Bu gizlində toplaşıb müqavilə imzalayan Əshab-ı Səhifə haqqında. Mücadilə surəsindədir. Oxuyuram sizin üçün ayəni. Ələm tərə ənəlləhə ya'ləmu mə fis-səmavati və mə fil-ərz. Bilmirsənmi, görmürsənmi, Allah göylərdə və yerdə olanların hər şeyini bilir. Mə yəkunu min nəcva sələsətin illə huvə rabi'uhum və lə xəmsətin illə huvə sadisuhum və lə ədna min zalikə və lə əksər illə huvə ma'hum eynəmə kənu. Buyurur ki, gizlində kimsə toplandısa, xəlvətdə, xəlvət elədirsə bir-biri ilə, əgər onlar 3 nəfərdirsə, 4-cüsü Allahdır. Əgər onlar 5 nəfərdirsə, 6-cısı Allahdır. Çox da olsa, az da olsa, axır Allah onların yanındadır. Harada olurlarsa olsunlar. ثُمَّ يُنَبِّئُهُمْ بِمَا عَمِلُوا يَوْمَ الْقِيَامَةِ اِنَّ اللّٰهَ بِكُلِّ شَيْءٍ عَلِيمٍ. Sonra Allah qiyamətdə onların əməllərini onlara xəbər verəcək. Allah hər şeyi biləndir. Ondan sonra ayələrin davamı belədir. Ələm tərə iləllədinə nuhu anin nəcva ثُمَّ يَعُودُونَ لِمَا نُهُوا عَنْهِ وَيَتَنَاجَوْنَ بِالْإِثْمِ وَالْعُدْوَانِ وَمَعْصِيَةِ الرَّسُولِ. Deyir, gördüm o kəsləri ki, onları çəkindirdilər gizlin işlərdən, gizlin iş görməkdən. Onlar yenə də gizlin toplandılar və bu toplantı günah, düşmənçilik və mə'siyyət-i Rəsul və Peyğəmbərə üsyan üçün idi. Bu toplantının mahiyyəti buydu. Onlar çəkindirilməyinə baxmayaraq bu işi gördülər. Ondan sonra buyurur ki, maraqlı bitirir. Ya eyyuhəllezine amenu, İzə tənəcəytum, fələ tənəcəv bil-ismi vəl-udvan və mə'siyyət-i Rəsul və tənəcəv bil-birri və-təqva vəttəqullahəl-ləzi iləyhi tuhşərun. Deyir, ey iman gədirənlər, əgər gizlin toplansanız, yəni toplanmaq olar gizlin, toplansanız, günah, düşmənçilik, Peyğəmbərə üsyan səbəbindən toplanmayın. Təqva, yaxşılıq səbəbindən toplanın. Nəyi demək istəyir? Demək istəyir ki, onlar təşkilatlanır, siz də təşkilatlanın. Onlar hazırlıq görür, gizli, siz də gizli toplanın. Onlar Peyğəmbərə müxalif olmaq üçün, siz isə Peyğəmbərə dəstək vermək üçün toplanın.